Hər vaxtınız xeyir dostlar. Biz hazırda Nəriman İbrahim Məhkəməsinin qarşısındayıq. Artıq proses bitib. Deməli, TikTokda Vaqa ləqəbi ilə tanınan Vüqar Zeynalovun yəni istintaq müddətinin, həbs müddətinin uzadılıb-uzadılmamasına bağlı məhkəmə prosesi keçirildi. Deməli, proses Bakı şəhəri Nəriman İbrahim Məhkəməsində baş tutdu və hakim Xalidə Əlisoyun sədrliyi ilə hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə Vaqanın həbs müddəti digərlərindən fərqli olaraq 1 ay müddətinə uzadıldı. Qeyd edək ki, Vüqar Zeynalov, yəni Vaqa, ötən il dekabrında polisin TikTok əməliyyatında keçirdiyi əməliyyat səbəbindən saxlanılmışdı və onun barəsində Cinayət Məcəlləsinin 234.1-1, yəni satış məqsədi olmadan narkotik vasitələri saxlama, daşıma maddəsi ittiham vəsilmişdi və məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdi və Vaqanın atası da yanımdadır. Salam olsun hamıya. Salamlayıram. O da bizim yanımızdadır. Bax belə inşallah ki paylaşım da edəcəyik. İnşallah. Sağ olun.